Herkese salam. Bugün dillərə dəstan olan yarpaq dolmamın reseptini sizinlə də bölüşürəm. Mütləq bu resepti kaydedin ki, bir gün sizə də lazım olar. Bu şəkildə yumuşaq, yağlı, çox ləzzətli yarpaq dolmanız alınacaq. Demək, yağlı malati götürmüşəm. Üzərinə yumru düyü və bir baş soğan əlavə edirəm. Göyərtilərdən kişniş, şüyüd və bolluca yaşıl nanə əlavə edirəm. Nanəsini bol edin, yəni yarpaq dolmanınki nanədir. Daha sonra ədviyyatlardan duz, istiot və sarı kök. Sarı kökü də mütləq əlavə edin, çünki dolmanın yağı yaşıl rəngdə olmalıdır və yaşıl rəng olması üçün sarı kök mütləq əlavə edilməlidir. Biraz da kərə yağı əlavə edirəm və 2 xörək qaşığı qatıq əlavə edirəm. Mütləq qatıq əlavə edin. Yəni deməyin ki, dolmaya qatıq vurarlarmı? Bəli, vurarlar. Yəni mən dədə-babadan belə görmüşəm, illərdir də belə bişirirəm. Bu şəkildə qızlar, siz ətə quyruq vurmasanız belə, yağlı ət olmasa belə ətiniz çox yumuşaq alınacaq və qətiyyən dolmanın kəfi çıxmayacaq. Ona görə də mütləq qatıq əlavə edilməlidir. Belə bükürəm, yığıram qazana və üzərinə biraz çıxana kimi su əlavə edirəm. İlk öncə gür xodda qaynayana kimi, daha sonra xodunu alıram və vam xodda bişirirəm. Bir də ki, baxın necə yağlıdır. Bir də ki, suyunu təmiz çəkməyə qoymuram. Çünki hər dəfə dolmanı qızdırdıqca o su tamamilə qurur və dolmalar qupquru qalır. Ona görə mütləq biraz dibində su qalmalıdır. Biz üzərinə sarımsaqlı qatıqla çox sevirik. Bu qədər, hamınıza nuş olsun.